Niyə 10 yox, 100 yox, məhz 50 Hz? 50 Hz dəyişən gərginliyin saniyədə 50 tam dövr etməsidir. Yəni cəryanın istiqaməti saniyədə 100 dəfə dəyişir. Bəs tezlik 50 yox, 10 Hz olsaydı, lampanın titrəməsi daha çox hiss edilər, transformator və mühərriklər isə daha böyük hazırlanmalı olardı. Bəs 100 Hz olsaydı, elektrik maşınlarında və xətlərdə tezlikdən asılı itkilər artar, elektrik enerjisinin uzaq məsafələrə ötürülməsi isə daha az səmərəli olardı. Buna görə də 50 və 60 Hz praktik kompromisə çevrildi. Avropa 50 Hz-i, Şimali Amerika isə 60 Hz standartlaşdırdı. Sonradan elektrik şəbəkələri və milyonlarla cihaz bu standartlara uyğun quruldu. Buna görə tezliyi dəyişmək artıq olduqca baha başa gələrdi. Yəni 50 Hz sehirli rəqəm deyil, tarixi seçim və mühəndislik kompromisidir. Bəs niyə bəzi ölkələrdə 110, bizdə isə 220 voltdur? Cavabı növbəti videoda. Kanala abunə olun və elektrik sirlərini bizimlə birlikdə öyrənin. Hələlik.